Sağlamlıq bir günün deyil, hər gün verilən düzgün qərarların nəticəsidir və Sağlam Gün Ay bu gün də qarşınızda. Hər kəsi salamlayıram. Cüməniz mübarək. Həftənin sonuna doğru yaxınlaşırıq və bu gün də Sağlam Gün Ay olaraq dəyərli həkim mütəxəssislərimizlə bərabər sizə faydalı olmaq üçün tam enerji ilə qarşınızdayıq. Özü də canlı hər an bizə qoşula bilərsiniz. 055 254 0106 TikTok canlı yayımımızda nə az nə çox yüzlərlə insan bizi hal-hazırda izləyir və vaxt itirmədən ilk həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Çünki bu həkim qonağımız bugün həm tamaşaçılarımızla, həm də bizimlə bərabər bir test edəcək canlı efirdə. Xoş gəlmisiniz, dəyərli nevroloqumuz Jalə Qarayeva bizlə bərabərdir. Təşəkkür edirəm. Necəsiz? Çox sağ olun, yaxşıdır hər şey. Hər zaman yaxşı olasınız. Təşəkkür Çünki edirəm. siz yaxşısınızsa, demək ki, sizə etimad edən, etimad göstərən pasientləriniz də yaxşı olacaq. Baxın, Azərbaycanımızın hər bir bölgəsindən, Bakı kəndlərindən, Bakının özündən, dünyanın dörd bir yanından sizə müraciət edən insanlar var. Hansı ki, müxtəlif xəstəliklərlə bağlı, müxtəlif diaqnozlarla bağlı məhz sizə müraciət edir və çox gözəl nəticələr əldə edirlər. Yeri gəlmişkən, mən bunu həm uşaqlara aid edirəm, həm də böyüklərə. Çünki çox zaman sual verirlər ki, Jalə xanım bir nevroloq olaraq təkcə böyüklərlə mi məşğul olur? Xeyr, uşaqlar da müraciət edə bilərlər. 5 yaşın üzərində uşaqlarla məşğul olur. Müraciət eləyə bilərsiniz. 050 363 1002 və mən istəyirəm ki, bugünkü mövzumuza keçməzdən öncə bəlkə bu testi eləyək, yoxsa necə eləyək? Jalə xanım, nə məsləhət görürsünüz? Gəlin mən belə deyim. Bəli, bugün əsəbilik test eləyəcəyik. Dəyərli tamaşaçılar və TikTok izləyiciləri də bir qələm və kağız götürüb hazır olsalar, mən artıq testimizi başlayacağım. Nə dərəcədə əsəbisiz? Bəzən pasientlər bizə deyir ki, doktor, belə baxanda bilə bilərsiniz mən əsəbiyəm, yoxsa yox, sakit biriyəm. Bəli, xüsusi müayinələr lazımdır. Amma ən azı müayinəsiz nə dərəcədə əsəbisiz, onu yoxlaya bilərik. İstəsəz başlayaq. Başlayaq. Bəli. Gəlin, bəlkə belə bir sualla başlayaq. Mən nəyə görə vaxt qazandırıram tamaşaçılara? Mənim artıq kağız və qələmim qarşımdadır. Artıq mən hazıram. Bilirəm ki, imkanım olmayacaq, qaçım gedim götürüm. Əvvəlcədən hazırlanmışam. Siz də bax, belə bir vərəq götürün. Evdə hər hansı bir dəftər parçası vərəqi götürə bilərsiniz və qələm də ola bilər, belə flomaster də ola bilər. Hər nə olsa, yəni qeydlərinizi edəcəksiniz. Ona görə fərq etmir. Siz vaxt qazanasınız deyə mən Jalə xanıma bir sual verim. Ümumiyyətlə, tez-tez əsəbləşmək bu normaldır, yoxsa artıq bir nevroloji və psixoloji problemin əsası sayıla bilər Jalə xanım? Belə deyim, əsəbləşmə ümumiyyətlə normal reaksiyadır bəzi hallarda. Yəni biz çox yorğun olarıqsa, gərgin olarıqsa, uzun müddətli stresə məruz qalarıqsa əsəbləşərik. Amma biri var normadan artıq. Bu əsəblik özü konkret bir diaqnoz deyil, amma emosional vəziyyətin bir əlamətidir. Əsəblik zamanı insanda nə olur? Tez qıcıq olur, tez reaksiya verir, özündən çıxır, səbirsiz davranır, bəzən qışqırır və bu bir çox nevroloji və psixoloji xəstəliklərin əlamətidir, belə deyim, əsəbilik. Amma bəzən insanlar, yenə vaxt qazandırıram, sizə bir sual da verim, insan öz əsəbini cilovlaya bilmir, idarə edə bilmir. Bu niyə görə baş verir? Bəzən öz əsəblərini cilovlaya bilmir. Bu adlanır əsəb kontrol pozuntusu və yaxud da impuls kontrol pozuntusu və yaxud öfkə kontrol pozuntusu. Deməli bunun adı da var. Bəli, öz əsəblərini cilovlaya bilmir. Çünki bu zaman beyində müəyyən ona nəzarət edən sahələr var, onlar təsir eləyir. Əsəb kontrol pozuntusu nədir? Yəni ani olaraq insan öz istəklərini, öz aqressiyasını, öz hərəkətlərini nəzarət edə bilmir və əsəbləşir, özündən çıxır və bunun xüsusi bir şey var ki, sonradan çox peşman olur və özünü günahkar hiss edir. Beyində prefrontal korteks var, yəni alın payında. Onun fəaliyyəti tamamilə zəifləyir və alınan impulsları çox da tormozlaya bilmir. Bu zaman ani olaraq əsəb partlaması və özünü idarə etmədə çətinliklər yarana bilir. Əla. Belə deyim də, suallarımız hələ çox olacaq. Əminəm, siz də suallar göndərəcəksiniz. Mənim kağızım və qələmim hazırdır. Siz də hazırsınızsa başlayaq. Jalə xanım, buyurun.
O zaman biz əsəbilik testi eləyək, görək nə dərəcədə əsəbisiz, yoxsa çox sakit birisiniz. Mən suallar verəcəm sizə, 2 cavablı, bəli və xeyr cavabı verəcəksiniz. Bəli 1 bal, xeyr isə 0 bal. Yəni bu balları sonda toplayacağıq, ona görə qeyd eləyin, zəhmət olmasın. Deməli, bəli 1 bal yazıram. Bəli 1 baldır, xeyr isə 0 baldır. Bəli olduqca bu 1 balları sonda toplayıb rəqəm çıxaracağıq. O zaman başlayaq birinci sualdan. Əhval-ruhiyyəniz tez-tez dəyişir. Bəli 1 bal, xeyr 0 bal. Səbirsiz birisiniz. İkinci sual. Bəli 1 bal, xeyr 0 bal. Üçüncü, tez-tez fikriniz yayınır. Bəli 1 bal, xeyr 0 bal. Digər insanların sizin haqqınızda olan fikirləri sizi daim maraqlandırır. Bəli 1 bal, xeyr 0 bal. Beşinci sual. İnsanlara qarşı aqressiv olursunuz. Bəli 1 bal, xeyr 0 bal. Altıncı sual. Heç nəyə vaxtınız çatmır. Bəli 1 bal, xeyr 0 bal. Yedinci sual. Nədənsə narahat olduğunuz zaman yuxunuz qaçır. Bəli 1 bal, xeyr 0 bal. 8-ci sual. Səslər sizi qıcıqlandırır. Bəli 1 bal, xeyr 0 bal. 9-cu sual. Telefon zəngi çalanda diksinirsiniz. Bəli 1 bal, xeyr 0 bal. 10-cu sual. Kiçik, nəzərə çarpmayacaq problemlər sizi hövsələdən çıxarır. Bəli 1 bal, xeyr 0 bal. 11-ci sual. Səhhətiniz sizi davamlı, daimi düşündürür. Bəli 1 bal, xeyr 0 bal. 12-ci sual. Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz? Bəli 1 bal, xeyr 0 bal və 3 sualımız qaldı. 13-cü sual. Gecə yatmazdan əvvəl qapının bağlı olduğunu bir neçə dəfə yoxlayırsunuz. Bəli 1 bal, xeyr 0 bal. Açar üstündə qoyub olduğum olub. Səhər binaya nəzarət eləyən gəlib ki, açarları qoymusunuz qapının üstünə. O dərəcədə 0. 14-cü sual. Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib. Bəli 1 bal, xeyr 0 bal. 15-ci sonuncu sual. Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir. Bəli 1 bal, xeyr 0 bal. İndi isə bu 15 sualda olan balları, 1 balları hesablayırsınız. Hesabladıqdan sonra mən sizə deyəcəm. Əgər balınız 0-5 bal arasıdırsa, sakit təbiətli birisiniz. Düz 5 bal. 5 bal sakit. Yəni 6 olsaydı keçəcəkdiniz digərinə 5 ilə qutardıq. 5 ilə yaxşı bitirdim. Mən yaxşı qutardım. Sizdə necədir vəziyyət? Bəli, 0-5 bal sakit təbiətli, 5-10 bal orta gərgin vəziyyət, 10-15 bal arası isə əsəbi və çox səbirsiz və nəticədə müalicəyə ehtiyacı olan birisiniz. Deməli 10-dan yuxarı bal yığanlar birbaşa müalicə eləyirsiniz. Bizim komanda üzvləri deyir ki, biz yazılırıq Jalə xanımın qəbuluna. Hətta vəziyyət pisdir. Vəziyyət pisdir. O dərəcədə. Bizim bir əməkdaşımızda 15 bal olub. Eləmi? Bəli. O zaman artıqsa 20-yə çatardı bəlkə də. Onu göndərəm sizin yanınıza Jalə xanım. Tamam, göndərəm. Zəhmət olmasın. Gözünüz başımız üstə. Yəqin ki, yoxladınız, amma çox gözəl test idi. Çox bəyəndim. Bəli, yenə testlərim var yuxu ilə bağlı, digər problemlərlə bağlı. İnşallah gələcək növbəti buraxışlarda gətirəcəm. Məncə bunu paylaşarıq bugün bizim Sağlam Gün Həyatı və Instagram səhifəmizdə. Bizim Instagram izləyicilərimiz də bundan yararlana bilsinlər. Bir yoxlasınlar görək 5 bala kimi olacaq, 10 bala kimi olacaq, yoxsa deməli 5-ə kimi normadır, sakit təbiətlidir. 5-dən 10-a kimi 5-10 arası orta gərginlikdə birisiniz, amma artıq onun üzəri çox səbirsiz və çox əsəbisiniz. Mütləq bir müalicəmiz lazımdır. Müalicə lazımdır. Yəni ehtiyatlı olaq, diqqətli olaq bu məsələlərdə və təbii ki, dəyərli nevroloqumuzla əlaqə saxlamaq istəyənlər üçün də bir daha əlaqə nömrəsini qeyd edirəm. 050 363 1002. Amma bəzi səslər var. Bax, burada məndə bal olaraq bilirsiniz hansı yığdı. Qoy özümlə bağlı bir sual da verim də heç olmasa. Səslər mənə bəzən qıcıq verir. Xüsusən mən yemək yeyəndə mən xoşlamıram ki, səs-küy olsun. Bu testdə əslində yoxdur. Bəzən səslər və qoxular. Məsələn, parfüm qoxusudur, müxtəlif kimya maddələrdir. Bir pasiyentim vardı, doktor saçıma boya qoya bilmirəm, o mənə çox pis təsir edir. Müalicəmiz lazımdır, belə deyim də. Yəni bu dediklərinizin hamısının altında bir səbəb var. Çünki dediyim kimi əsəbilik bir diaqnoz deyil, bir xəstəliyin əlamətidir. Yaxşı, hansı hallarda əsəbilik halları baş verir? Gəlin bunu açım istəyirsiniz. Buyurun. Generalizə olunmuş təşviş həyəcan pozuntusu. Yəni təşviş pozuntusu daha doğrusu həyəcan
Azərbaycan el arasında deyilir. Təşviş pozuntusu zamanı nə olur? İnsan daima fikirləşir, daima narahatdır. Bu narahatlıq daha çox qohumlarla bağlıdır, səhhətlə bağlıdır, sağlamlıqla bağlıdır, evlə bağlıdır, pul, maddiyyatla bağlıdır. Daha çox narahat olur yaxınları ilə bağlı və mövcud vəziyyətə uyğun olmayan bir təşviş keçirir. Yəni hal-hazırda bir risk, bir təhlükə yoxdur, amma pasiyent davamlı təşviş keçirir. Yəni təşviş pozuntusu yaşayan pasiyentlərin belə bir cümlələri var. Doktor, beynimdə ssenarilər qururam. Doktor, beynim susmur və yaxud negativ düşüncələr, pis fikirlər davamlı beynimi yorur. Davamlı narahatdırlar. Qapı çalır, ürəkləri sanki yerindən çıxar. Sanki pis xəbər alacaq. Yəni telefon zəngi gəlir, sanki pis xəbər alacaq və mənim bir çox pasiyentlərim ilk gələndə mənə deyirlər ki, doktor, biz o qədər narahatıq ki, telefon zənginə, biz hətta telefonumuzu səssiz rejimdə işlədirik ki, bizi narahat eləməsin. Yəni çox narahat. Bunların hamısının müalicəsi var. Yəni bu fonda əsəbilik ola bilər. Başqa hansı fonda əsəbilik ola bilər? Depressiya. Bəli, depressiyada olan biri çox sakit görünür kənardan, amma əslində çox əsəbilik var. İçərisində bir təlatümlər qaynayır. Bəli, içərisində fırtınalar var depressiyada olan insanların. Növbəti panik pozuntu. Panik pozuntu nədir? Panik pozuntu panik ataklardan ibarətdir və panik ataklarının gələcəyini gözləməsidir. Panik atak nədir? Panik atak ani başlayır, səbəbsiz başlayır. Həmin anda pasiyentdə bir boğulma, bir narahatlıq, nəfəs darlığı, sanki nəfəs ona yetmir düşünür, ürək döyüntüləri artır, bəzi hallarda arterial təzyiq yüksəlir, tərləmə gəlir, üşütmə gəlir, əl-ayaq buza dönür və o anda baş gicəllənmə olur və yaxud başım gicəllənəcək duyğusu olur və o anda başım gicəllənər, bayılaram, yıxılaram və konkret ölüm qorxusu olur. Bəli, ürəyim gedər və ölüm qorxusu və yaxud indi mən beyin infarktı və yaxud ürək infarktı keçirərəm. Yəni bu kimi düşüncələr gəlir. Bu da əsəbilik yaradır. Dediyim kimi, əsəbilik bir simptomdur. Sonra var nevrosteniya. Nevrosteniya nədir? Yəni daima yorğundur pasiyent. Sinir sistemi sanki tükənib, bu şəkildə hiss edir. Bir xroniki yorğunluq olur. Sonra hormonal problemlərdən, məsələn, tiroid vəzi problemlərində də əsəbilik üzə çıxa bilər və yaxud menopoz dönəmləri xanımların əsəbilik üzə çıxa bilər və yuxusuzluq, uzun müddətli stres də beyin yorulur, enerji azalır və nəticədə əsəbiliyə gətirib çıxara bilir. Yəni bir də elə insanlar var ki, ömür boyu gərgindirlər və gərginliyin içərisində yaşayırlar. Sanki ətraflarında belə gərgin hadisələr baş vermir. Özləri buna köklənirlər. Bəli, bəli. Yəni bu insanları da biz əsəbi insanlar hesab eləyə bilərik. Bəli, hesab eləyə bilərik. Bir də Günay xanım, hər dəfə vurğulayıram, yenə deyəcəm. Yəni insan negativ düşünür daimi, özünə qapanır daimi və kənardakılar ona deyir ki, bunu sən özün edirsən. Bu səndən asılıdır, amma çox yanlış deyirlər. Pasiyent zaten işin içindən çıxa bilmir. Bir boşluqda hiss eləyir, bir sıxılır, bir kədər sanki hiss eləyir və biz pasiyentə desək ki, sən özün eləyirsən, şükür Allaha, sənin hər şeyin var, ailən var, evin var, yaşamağa işin var. Sən niyə belə eləyirsən? Özünü ələ al, özünü toparla. Pasiyentə daha da vəziyyətini ağırlaşdıra bilirik. Biz əksinə ona dəstək olmalıyıq və bilməliyik ki, pasiyentin özündən asılı deyil. Pasiyent bu durumdadırsa, beyindəki hormonların disbalansı var. Yəni bu zaman beyində xoşbəxtlik hormonları adlandırdığımız serotonin hormonu var, səviyyəsi çox aşağı enir. Dopamin hormonu var, hansı ki motivasiyamıza təsir eləyir. Dopamin hormonunun səviyyəsi çox aşağı enir və həqiqətən insanın özündən asılı deyil. Belə deməyin, onları daha da ağırlaşdırırsınız. Dəstək olun ki, səni başa düşürəm. Bunlar keçicidir, keçib gedəcək və ehtiyac varsa onu bir müalicəyə aparın. Yaxşı mütəxəssisə aparın ki, ona kömək... Ən gözəli. Çünki o insanlara bunu deyəndə onlarda əlavə qıcıq yaradırıq. Bəli. Sanki düşünürlər ki, biz onlara bilmirəm də bir qeyri-səmimi münasibət göstəririk. Bilmirəm bu hissi necə anladım, bu hissi yaşayanlar bilər. Amma belə insanlar varsa ətrafımızda çalışmalıyıq ki, onlara yardım edək, doğru mütəxəssisə yönləndirək. Bəli, doğru mütəxəssisə yönləndirmək lazımdır. Bir də günümüzün bir bəlası var, Jaylə xanım. Vurğuladınız onu. Bax, mən istəyirəm ki, tamaşaçılara bu barədə məlumat verək. Yuxu azlığı. Hər birimiz hal-hazırda, indi düzdür, bu yuxu qrafikini düzgün tənzimləyən insanlar var, amma yuxu azlığından, işlərimizin çoxundan dolayı, bu qaça-qaçlardan dolayı, belə deyim, iş yükümüzün artıq olmağından dolayı yuxu azlığından əziyyət çəkən insanlar var. Müəyyən peşələr var ki, onlar hətta növbəli çalışırlar da. Yəni bu beyinə necə təsir göstərir?
Yuxu azlığı, yuxu çoxluğu da əslində beyinə yaxşı təsir göstərmir. Yəni ziyanları var. Yuxu çoxluğu qədərində olmalıdır və yuxu azlığı da beyinə mənfi təsir göstərir. Çünki yuxumuz çox önəmlidir. Biz həyatımızın demək olar 1/3-ni yuxuda keçiririk. Necə yəni nəfəs almamız, yeməmiz, qidalanmamız, su içməyimiz kimi yuxu, yatmağımız da bir o qədər vacibdir. Yatmaq dedikdə mən hər zaman deyirəm, çalışın axşam 10-dan 11-dən səhər saat 4-5-ə kimi mütləq qaranlıqda, tam qaranlıqda yuxunu necə almağınız çox önəmlidir. Alasınız. Bəzi pasiyentlər deyir ki, doktor, mən gecənin 4-ündə yatıram, digər günün 4-ünə qədər bir 12 saat yatıram, amma əsəbiyəm. Yox, bunu vurğulamaq istəyirəm ki, siz 4-də yatsanız, gecə 4-də, 3-də yatsanız, beynimiz üçün heç bir faydalı yuxu olmayacaq və siz gələcəkdə dediyim kimi təşviş pozuntusu olsun, panik atak olsun, depressiya olsun, nevroz olsun və hətta baş ağrılarından əziyyət çəkəcəksiniz. Çünki biz melatonin, yəni yuxu hormonu olan melatonini axşam saat 10-11-dən və tam qaranlıq otaqda almalıyıq. O hormon ala bilmədiksə, nevroloji problemlər, bilirsiniz ki, hətta digər problemlər, nevroloji problemlər fonunda gastroenteroloji problemlər, kardioloji problemlər və nəticədə, yəni uzun müddət yuxusuzluq, hətta onkoloji problemlərə qədər stres gətirib çıxara bilir, onkoloji problemlərə qədər. Ona görə yuxu rejimimiz düzgün olmalıdır. Çox yatmaq da lazım deyil, az yatmaq da lazım deyil və normal yatmaq hər kəs üçün bir, yəni 6 saat kifayət edən var, 7 saat kifayət edən var, 8 saat kifayət edən var. Yetər ki, lazım olan vaxtlarda alsın o yuxunu pasiyent. Bəli, elə insan var ki, məsələn, elə belə deyim də, məşhur şəxsiyyətlərdən dünyada tanınan Napoleon Bonaparte 3 saat yoxsa 4 saat yatırdı. Mən xatırlayıram, o vaxt onu oxumuşdum ki, çox qısa yatırmış. Ona kifayət edir, bəli, bəzilərinə kifayət edir 5 saat, 6 saat, bəzilərinə 7-8 saat. İnsandan insana dəyişir. Məndə 8 saatdan aşağı oldu, həmin gün mən başı dumanlı gəzirəm. Yəni insana bağlıdır, bu individualdır. Bəli, elədir. Və bu əslində mən də sizin kimiyəm biraz. Məncə xanımlarda bu da biraz qan azlığına bağlı olan problemdir. Çünki xanımların bir çoxu dəmir defisitli anemiyadan əziyyət çəkir. Başqa problemlər də ola bilər, amma mən yuxumu almalıyam normal olaraq 8 saat və lazım o saatlarda almaq çox önəmlidir. Bir də belə bir şey var o yuxunun, yəni sinir sistemi də fərqlidir. Həssas və reaktiv sinir sistemi də var, sakit sinir sistemi də. Ondan asılı olaraq yəni əsəbləşmək də ona bağlıdır. Hər kəs əsəbləşirmi, hər kəs əsəbin özündən çıxırmı? Xeyr. Sinir sistemi həssas, reaktiv olanlar daha çox əsəbilikdən əziyyət çəkirlər. Hal-hazırda Jalə xanımın əlaqə nömrəsini istəyən bizim izləyicilərimiz var. Deyirlər ki, testdə bal çox yuxarı çıxıb. Elə yeri gəlmişkən tibb işçiləri də hal-hazırda bizə yazırlar, suallar ünvanlayırlar özləri ilə bağlı. Onları da səsləndirəcəm. Heç narahat olmayın. Bir daha qeyd edim. Dəyərli nevroloqumuz Jalə Qarayeva bizlə bərabərdir. 050-363-1002 onun əlaqə nömrəsidir və nevroloq Jalə Qarayeva Ankara Qazi Xəstəxanasının nevrologiya kafedrasında uzun müddət fəaliyyət göstərən, həmçinin Müdafiə və Səhiyyə Nazirliyi nəzdində olan bir çox özəl və dövlət xəstəxanalarında çalışmış təcrübəli həkim, nevroloqdur. Böyüklərdə müalicə etdiyi xəstəlikləri soruşursunuzsa sizə cavab verim. Panik atak, depressiya, müxtəlif növ fobiyalar, qorxular, baş ağrıları, ötən verilişlərimizdə migren haqqında danışdıq. O qədər sual yazdınız ki, migrenin çox uğurlu müalicəsi, baş gicəllənmələri. Orada bir xatırlatma edeyim. Mart ayının biri bazar günü beynəlxalq səviyyəli bir konqredə yeniyetmələrdə migren haqqında çox gözəl bir çıxışım oldu. Yeniliklərimiz də var inşallah, bəli. Növbəti verilişlərimizdə elə biz görüntülər istəyərik, onlardan da paylaşarıq, göstərərik bizim izləyicilərimizə. Yuxu pozuntuları ilə bağlı çox yazırsınız. Jalə xanım elə birbaşa bax bu sadaladığım problemlərlə məşğuldur. Həmçinin yaddaş problemlərini də göz ardı etməyin. Yaddaşım yoxdur, elə belə də olmalıdır, bu xarakterimin xüsusiyyətidir deyə düşünməyin. Bu da bir problemin siqnalıdır. Və yaxud yaşlıyam, 60-70 yaşım var, yaşa bağlıdır da, yəni bu belə də düşünməsinlər. Çünki onun səbəbini tapsaq yaşlılarda da, uşaqlarda da qavrama yaddaş və orta yaşlı insanlarda da yaddaş problemlərini müalicə edirik. Xüsusən də bu dövrdə, bax qarşıdan artıq yaz gəlir, yazın bir addımlığındayıq. Beyin qan dövranı pozğunluqları. Hansı ki, xüsusən də o xanımlarda daha çox rast gəlinir. Bilmirəm, mənim ətrafımda belədir. Jalə xanım, statistik olaraq göstəricilər haqqında məlumatım yoxdur. Bu menopauza dövründə olan, menopauzanı keçirmiş, menopauzaya yaxınlaşan xanımlarımız var ki, onlarda beyin qan dövranı pozğunluqları. Bəli, gənclərdə də artıq beyin qan dövranı pozuntularına rast gəlinik. Beyin qan dövranının var kəskin pozulması, yəni insultlar aiddir bura. İşemik insult, hemoragik insult, sıbraxın aydal
qanamalar və yaxud da beyin qan dövranının xroniki pozulması. Yəni xroniki pozulma hansı fonda baş verir? Yüksək arterial təzyiq, şəkərli diabet, lipid spektrində göstəricilərinin çox yuxarı olması, ateroskleroz, ürək-damar problemləri və s. Və xroniki beyin qan dövranı pozuntusu pasiyentdə hansı əlamətləri verər? Yaddaşda zəiflik, konsentrasiyada çətinlik, baş gicəllənmə, bəzi hallarda başda bir küy hiss olunması, yorğunluq, başda sıxılma kimi isə əsas da yorğunluq əlamətlərini verə bilər. Təəssüflər olsun ki, şikayətlərlə gəlirlər. Gənclərdə artıq 30'lu yaşlarda belə xroniki beyin qan dövranı pozulmasına rast gələ bilirik. Bəli, belə gənc yaşda artıq başlayır bu problemlər və epilepsiya və qıc olmalar. Bununla da bağlı çox suallar verirsiniz. Bölgələrimizdən çox sayda mesajlar alırıq hər gün. Jalə xanım elə həm böyüklərdə, həm də uşaqlarda bu problemin aradan qaldırılmasında işinin peşəkarıdır və uşaqlarda müalicə etdiyi xəstəliklərin qısa olaraq çatdırım, qorxular və emosional pozuntular, yaddaş və qavrama problemləri. Müəllim deyir ki, başı var, oxumur. Valideyn deyir ki, diqqəti dağınıqdır, istəyirəm onunla dərs edim, amma mənimlə bərabər çalışmaq istəmir, onu bir yerdə otuzdurub dərs etdirə bilmirəm. Nitq problemləri yaşayan bizim balalarımız, 5 yaşdan yuxarı uşaqları nəzərdə tuturam. Yaddaş zəifliyi, kəkələmə və əsas yaralı yerimiz tiklər. Son zamanlarda çox görülən tiklər. Hansı ki, bu barədə də bir dəfə danışarıq. Danışacağım, bəli. Motor tiklər var, hansı ki, gözlərini qırpır, çiyin oynadır və yaxud da vokal tiklər bəzən allergiyaya bağlayırlar. Amma yəni bir də var lazımlı, lazımsız artıq tik formasında olanlar. Bəli, bir də var qarışıq tiklər, həm motor, həm vokal. İnşallah gələcək verilişlərimizdə hamısından bağlı mövzularda çıxış edəcək. Və bir tibb işçisidir, şəkil də var ekranda, adını çəkməyəcəm. 85-89 nömrəli abunəçi izləyicimiz. Salam, sağlam gün ay. Bizi belə salamlayır. Çox sağ olun. Necəsiz? Adını söyləyir. Söyləyim adınızı. Olar, özünü istəyirsə söyləyəcəm. Nərmindir. Verilişə baxıram. Testi yoxladım. 12 ballıq oldum. Demək ki, əsəbin pikindəyəm. Doktora sualım budur ki, gecələr yatanda bir oğlum var 12 yaşında. Ancaq yuxumda onu görürəm. Və görürəm ki, sanki ona nəsə olub, Allah qorusun, və ağlayıram. Yuxudan ayılıram və başlayıram əsməyə, qaçıram otağa. Sanki uşağa doğrudan da nəsə olub. Bu his var məndə. Bu his məni günbəgün öldürür. Deməli, siz əsəbisiz, bəli, çox əsəbisiz, səbirsizsiz, gərginsiniz. Çünki 12 çıxıb testin nəticəsi və bu hansı fondadır? Düzdür, xanımı görməmişəm, müayinə etməmişəm, amma çox açıq şəkildə əlamətlərini dediyi üçün belə deyim. Generalizə olmuş təşviş həyəcan, davamlı oğlundan narahatdır. Bir gün içində narahat olur ki, artıq yuxularına təsir edir. Amma bu normadır, Jalə xanım? Yox, norma deyil. Yox, bu qədər narahatlıq artıq generalizə olmuş təşviş həyəcan pozuntusudur. Beyində də, beyin kimyasında dəyişiklik gedir və hormonların disbalansı olur. Mütləq müalicə olunmalıdır. Çünki davamlı oğlu bir yerə gedir, narahatdır, nəsə olar deyə tez-tez gedir, baxır və bu da dediyim kimi gecə yuxularına yansıyır. Bu təşviş pozuntusu mütləq şəkildə xanımda müalicə olunmalıdır. Daha bir izləyə. Hamı sizin testi eləyib bugün. Təşəkkür eləyirəm. Mən də etdim gördüyünüz kimi. Yeri gəlmişkim bugün Jalə xanımla Instagram səhifəmizdə bir paylaşımımız olacaq. Bu testlə bağlı paylaşacağıq ki, hər kəs yararlansın. Daha bir izləyicimiz yazır ki, mən bu testi elədim. Burada biraz vəziyyət daha yaxşıdır. 8 bal çıxıb. Ailə qurduqdan sonra düşünürəm ki, daha stresli olmuşam. Amma onu da qeyd edim ki, sevdiyim adamla evlənmişəm. Məndə vəziyyət nədir? 8 bal çoxdur. 8 bal orta gərgin birisiz. Əgər sizi narahat etmirsə, hələ ki belə davam etmək olar. Amma narahat etdikdə, yəni o rəqəmlər çoxalsa, mütləq həkimə dəstək almanız vacibdir, belə deyim. Ya müalicə, ya da dəstək almağınız vacibdir. Jalə xanım, bir də son olaraq bu sualı verəcəm sizə. Çünki hal-hazırda müxtəlif səpkili bizə mesajlar, suallar gəlir. Hansı hallarda mütləq həkim-nevroloqa müraciət etmək lazımdır? Hansı əlamətləri hiss edəndə? Yəni biz əsəbilikdən danışırıqsa, yəni hər gün əsəbləşirsinizsə, hər xırda şeyə reaksiya verirsinizsə, artıq əsəbiliyiniz həm ailə münasibətlərinə, həm də işdəki komanda münasibətlərinə ciddi təsir edirsə və kənardakılar, sizin yaxınlarınız, tanışlarınız, iş yoldaşlarınız artıq çox dəyişmisən, sən əvvəl belə deyildin deyirsə, mütləq həkim dəstəyi vacibdir.
Var olasınız. Necə gözəl, savadlı, yerində, dəqiq, lakonik cavablandırdı. Düşünürəm ki, elə bu doktorumuzun bugünkü bu savadlı müzakirəsindən hər kəs özünə lazım olan məlumatları götürdü və əgər bir problem varsa, bilir ki, hansı ixtisaslı həkimə müraciət etmək lazımdır. Və Jalə xanımın qəbuluna yazılmaq istəyənlərə söyləyirəm ki, 050 363 10 02 illərdir ki, bu nömrədədir Jalə xanım. Artıq izləyicilər əzbər bilirlər və hal-hazırda neçə il bundan qabaq sizin yanınızda olan, yəni qəbulunuzda olub, müalicənizə alıb, xeyir tapan, şəfa tapan insanlar bizə yazırlar. Təşəkkür edirlər. Salamlayıram və öpürəm hər birini. Var olasınız. Mən Jalə xanım sizi qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Təşəkkür edirəm Günay xanım, sizi və komandanızda olan bütün xanımları. Minnətdaram və bu çiçəklər də bizim Jalə xanımın hədiyyəsidir. Çox sağ olun. Minnətdaram sizə bu diqqətiniz üçün və ailənizdəki olan xanımları təbrik edirəm. Sizə yaxın olan xanımları, kollektivinizdəki olan xanımların hamısını təbrik edirəm. Hər zaman zirvələrdə olun, hər zaman uğurlu olun. Qadınlarımız incə, zərif məxluq olsalar da, amma güclü məxluqlardır. Qoy bu bayram günlərində hər zaman onların ürəkləri sevinsin. Təşəkkür edirəm. Var olasınız. Tamaşaçılarımıza isə söyləyirəm ki, heç yerə ayrılmayın. Qısa reklam fasiləmiz olacaq. Dərhal sonra yenə çox maraqlı bir mövzu ilə qarşınızda olacaq. Ona görə ekrana daha yaxın əyləşin.